Fizika fənni üzrə 2025-ci il qəbul proqramına uyğun deməli model suallara baxaq. Model suallardan birincisini izah edəcəm. Birinci sual deməli qrafik məsələsidir. Bu qrafik sürət zaman qrafikidir. Sürət zaman qrafikində deməli ümumi test 3T0 müddətinə qədərki zaman ərzində gedilən yolu istəyir. Ümumiyyətlə VT qrafikinə görə gedilən yol və yaxud da ki yer dəyişmə, cisimlər arasındakı məsafə soruşularsa, deməli bu zaman fiqurun sahəsi tapılmalıdır. Çünki VT qrafikinə görə fiqur sahəsi yolu verir. Fiqur sahəsində nə vaxt tapırıq? Əgər axtarılan kəmiyyət asılı kəmiyyətlərin hasilindən alınırsa, fiqur sahəsini tapırıq. Burada da yol S-dir. S bərabər V vur T düsturundan alınır. Ona görə də fiqur sahəsi tapmaq vacibdir. Deməli, məsələ şərtində deyilir ki, 0-2T0 zaman müddətində getdiyi yol, deməli 0-2T0 müddətində getdiyi yol 2T0-3T0 müddətində getdiyi yoldan 150 metr çoxdur. Yəni S, bunu birinə S1 deyəcəm, birinə S2 deyəcəm. Yəni S1 bərabərdir S2 üzərinə gəlinsin 150 metr. Birinci zaman müddətində, yəni buradan bura qədər 0-2T0 aralığında zaman müddətində getdiyi yol ikinci zaman aralığında gedilən yoldan 150 metr çoxdur. Bəs S1 və S2 nəyə bərabərdir? S1 bu deməli bu hissənin, bu fiqurun sahəsidir. Bu fiqur kvadrat, yəni düzbucaqlı olduğu üçün bunun sahəsi, yəni düzbucaqlıya oxşur da, kvadrata oxşamır. Bunun sahəsi olacaq A vur B, yəni tərəfləri hasili. V0 vurulsun 2T0. Digər fiqur isə, baxın bu üçbucaqdır. Bu üçbucağın sahəsi ikinci fiqurumuzdur. İkinci fiqur da üçbucaq olduğu üçün A vur B bölü 2'dir. Onun bir tərəfi V0'dır. V0 vurulsun. Digər kateti, yəni digər tərəfi 2T0 ilə 3T0 arası eləyir 1T0. Buradan bura qədər 1T0. Bölünsün 2. Şərtə görə S1 bərabər idi. S2 üstəgəl 150 yazıram. Deməli 2V0T0 yerinə qoyuram. S1 axı 2V0T0 tapmışam. 2V0T0 bərabərdir. V0T0 bölünsün 2'nin üzərinə gəlirik 150'nə. Buradan gəlin V0T0 hasilini tapaq. Buradan bir hesablama aparıb V0T0 hasilini taparıq. Daha sonra, yəni bu hissəni yarıda saxlamaq istəyirəm. Daha sonra bizə deyir ki, 3T0 zaman müddətində getdiyi yolu tap. 3T0 zaman müddətində gedilən yol, yəni ümumi yoldur. Ümumi yolu taparkən o zaman biz bu ümumi trapesiyanın sahəsini tapmalıyıq da. Trapesiyanın sahəsi A üstəgəl B böl 2 vur H-la tapılır. A bunun bir oturacağıdır, hansı ki 3T0'dır. Buradan bura qədər 3T0 üzərinə gəlinsin 2T0, bu oturacaq 2T0'dır. Buradan bura qədər məsafəyə bərabərdir. 2T0 bölünsün 2 vurulsun. Trapesiyanın hündürlüyü də bu hissədir. V0. Bu bizə nə qədər verəcək? 5T0 bölünsün 2 vurulsun V0. Elədir 2,5 V0 vurulsun T0. Yuxarıda da V0 T0'ı tapa bilərik. Gətirib burada yerinə qoyacaq. Və məsələni həll eləmiş olacaq. İstəyirsiniz o prosesi də aparım. Deməli buradan bir çıxış eləyək. Buradan bunu belə yazacağım. 2V0 T0 T0'dır. Bərabərdir 0,5 V0 T0 üzərinə gəlinsin 150. Bunu sol tərəfə keçirsəm olacaq 1,5 V0 T0 bərabərdir 150. O zaman V0 T0 bərabərdir 100. Aparıb burada yerinə qoysa 2,5'i 100'ə vururuq. Cavab eləyir 250 metr.